çektiğin portretler. Sen de oxusun. Son dersimizden hediyeleşme. Friends. We're just friends. So don't go look at me with that look in your eyes. Going away without. Hayata küsü verirsin, hüzünler seni bulur. Bir şeyler yapabilirsem güzel gözlerin için. Başından geçeni anlat, masaldır benim için. Hele bir gel. Tapılan hər bir azçıda vaxtı düzgün dəyərləndirmək. Arada da hər yerdən uzaqlaşıb sakitcə rəsm çəkmək. Bu mənə həqiqətən zövq verir. Bilirəm ki, sizə də zövq verir. Çünki rəssamlıq sakitlik, özünlə üzləşmə, özünü dərk etməyə, başa düşməkdir. Eləcə də sizin təsvirləriniz. Mən burada çox şey öyrəndim. Çox şeyi xatirələrlə birləşdirib, kiminsə isə müəyyən bir formaya salıb, bu il hər şeyi göstərməyə çalışdım. Bir sözlə çox şey yaşadım. Gecə yatmayıb şəkil çəkməkdən indiyə qədər hər şey. Bir nəzərdə hər birimiz bir yerdə birləşirik. Sizlər, YouTube ailəm. Həqiqətən mənə çox da inandırıcı gəlməzdi. Yəni tanımadığın bir insan nə qədər səmimi ola bilərsən, tanımadığın insanlar necə sənə dəstək ola bilər. Yəni halbuki tanışlarımız bizə o qədər də dəstək olmur. Amma siz həqiqətən bir sözlə yaxınlardan da yaxın olursunuz dəstəyinizlə. Разбитая душа, все твои обещания, пустота. Şagirdlərimin isə tələbə adı qazanmalı mənə verdikləri ən böyük hədiyyə oldu. Burada da qısa bir xatirədir. Mənim üçün hər dəfə ən əyləncəli, ən gülməli, ən maraqlı, xoş günlərin bir birləşimidir. Bəlkə də indi videodan burada baxıb xatirə kimi yad edirik. Amma həqiqətən oradakı yaşadığım hisslər tam başqaydı. Onlarla sevindik, onlarla ağladım. Bir sözlə tələbəlik və buradakı mövqeyini təzədən yaşadım. Yəni həqiqətən çox başqaydı. Balaca ilə balaca olmamaq, onu dərk edib, onu başa düşmək, onun daxili aləminə nüfuz etmək. Bir sözlə onlarla hər şey olmaq. Müəllimlik məhz bu idi. Bırakın sizinle dalga geçsinler. Bırakın sizi aşağı çekmeye çalışsınlar. Bırakın sizi ciddiye almasınlar. Ve hatta bırakın sizi aptal desinler. Unutmayın, fikirleriyle dalga geçilenler dünyayı bulmuştur.